Və biz indi baxırıq 17-ci sualdan preposition testləri, söz ön testləridir. Biz bilirik ki, söz ön testlərində nəqliyyat vasitələri ilə hər zaman hansı artikel, hansı söz ön işlənər? By car, by train, by ship. Amma ona sinonim olaraq, məsələn, deyirəm by car deyirəmsə, by taxi deyirəmsə, ona sinonim olaraq verərəm in a taxi. Yəni, inlə verdimsə mütləq artikelini verməliyəm. Amma, məsələn, piyada getmək mənasında on foot işlənəcək, yəni burada bir səhvlik yoxdur. By taxi doğrudur. On a ship, by ship, on a ship olardı burada 3 yanlışdır. In a car olardı burada 4 də yanlışdır. By ilə heç bir halda artikel işlənməyəcək deyə yanlışdır. Ümumiyyətlə, nəqliyyat vasitələri ilə ya in, ya on, ya by verərik. Yəni, biz ilə lalə sözünü işləmir. Yəni, bu nəqliyyat vasitələrindən biz ilə lalə kimi işlənməyəcək. Keçək 18-ci suala. Bildik ki, evə çatmaq mənasında, evə getmək mənasında heç bir sözünü qəbul etməz. Home, bu baxımdan to gəlibdir. Yəni, burada home işləməyəcək, yanlışdır. C-də həmçinin gedəcək, D-də söz önü var deyə gedəcək, qalacaq A variantı. Burada deyə bilərsiniz, yaxşı, bəs niyə at home, at da söz önüdür, niyə işləndi? Evdə qalmaq mənasında, to be at home deyə bilərik. 19-a keçək, incorrect variant istəyir. Bizdən yanlış variantı. Biz bilirik ki, on söz önü ilə mütləq və mütləq dəqiq vaxtlar, həftənin günləri, day sözü işlənəcək. Bir dənə orada last day, next day, every day, today sözlərində diqqətli olun ki, oradakı day sözü artıq bu sözünü yox, sözün özündə olduğuna görə orada biz yenidən 10 sözünü verə bilmərik. Bizdən incorrect variant istədiyinə görə day sözü ilə biz demişik ki, 10 işlənərik, in yanlışdır. Amma baxın, dəqiq vaxt olduğuna görə at night işlənir ifadə olaraq. Amma dəqiq vaxt olduğuna görə, yəni dəqiq tarix verdiyinə görə biz burada 10 sözünü götürəcəyik. Yəni bunların hamısı düz olduğuna görə bizim incorrect variantımız B variantıdır. Bu qədər uşaqlar hər gün dediyim kimi təkrarlarınızı edin. İmtahana çox az bir müddət qaldı. Hər birinizə uğurlar.